Bugün dünyada memarlıq incisi kimi tanınan məşhur Kreml sarayının baş memarı Əliş Kərəmli olub. Təxminən 650 il əvvəl tikilən bu misilsiz abidənin memarı, özü də Azərbaycan torpaqlarının yetişdirdiyi bu şəxsiyyət haqqında nə bilirik? Əliş Sübhanoğlu Kərəmli 1322-ci ildə Şamaxıda dünyaya gəlib. Həyatı barədə dəqiq məlumatlar olmasa da, Kərəmli yaxın Şərq, Qafqaz, İran, Hindistan və doğma vətəni Azərbaycanda ən məşhur sənətkarlardan biri olub. Əliş Kərəmli Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üsulu 3 əzəmətli 4 mərtəbəli binanın, Dəclə çayı üzərindəki 5 tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, Gürcülərin qədim paytaxtı Misxeytada Knyaz Dodidanın sarayı, Təbrizdə Kərim Ağanın torcasının, Şiraz nəhəng 80 otaqlı Kərvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bugünümüzə dək qapıları duran köhnə şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınır. Memar Kərəmlinin şöhrəti qısa vaxtda vətənin hüdudlarını aşmış, onun sənətkarlıq qabiliyyəti Moskva knyazı Dmitri Ivanoviçin də diqqətindən yayınmamışdı. Əliş Kərəmli Moskvaya böyük knyazın dəvəti ilə gedib. Bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük knyazının elçiləri Rusiya sarayından Bayar Baratinski və Şirvanşahların Moskva knyazlığındakı səfiri Qafur bəy knyazlığın 10 süvarisi ilə yola çıxırlar. Onlar uzun yolu qət edərək 1367-ci ilin yanvarın 5-də şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Qonaqlar burada ehtiramla qarşılanır. Bayar Baratinski Moskvanın böyük knyazının məktubunu Şirvanşah Şeyx İbrahimə verir və gəlişin məqsədini onun diqqətinə çatdırır. Həmin məktubda dünyaca məşhur memar inşaatçı Əliş Kərəmli Moskvanın böyük knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, Dmitri Ivanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair knyazın zəmanətini nəzərə alaraq bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1967-ci ilin tarixində Rus elçiləri ilə birlikdə Moskvaya yola düşür. Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə bunların arasında Yegor Buliç adlı əskəri seçir. 14 mart 1367-ci ildə Əliş bəy ilə Moskvanın böyük knyazı Dmitri Ivanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən Əliş bəyə öz işində tam sərbəstlik verilir. Heç kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri Ivanoviç hətta ona bayar titulu və səlahiyyətlərini də verir. Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir. Böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təşvişlərə, maliyyə hesabatlarına yol verilmir. Yalnız özü məqsədə uyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağını bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişikliyə də müdaxilə edilmirdi. Bu müqaviləyə əsasən istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürur və gözəllik məkanına çevriləcəyinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü Quran kitabının üzərinə qoyaraq ant da içir. Əliş Kərəmli işlər bir il tez başa çatsın deyə tikintiyə rəhbərliyi də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səs vermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutulur. Bu isə şərq qaydası ilə tikiliyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdir. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl əmək haqqı ayrılmışdı. O böyük knyazın bacısı
evində yaşayacaq, onun hər cür qida, geyim təminatı orada ödəniləcəkdi. Knyazın kürəkəni Voyevoda Babrovkovun etirazına baxmayaraq bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür. Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının 4 yandan əhatəyə aldığı adada aparmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içəri şəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, büclər ucadılacaq, darvazalar tikiləcəkdi. Əliş bəy hələlik 5 qüllənin və keşikçi bürclərinin qala divarlarının layihəsini çəkir, böyük knyaza təsdiqlədir. Daha sonra kərpiç sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçirdi. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıkları daxmaların köşkləri içərisində ləvazimatlarla birgə bağışlayacağına söz vermişdi. Tikinti işlərinin martın 25-də Rusların Blaqoveşeniya bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın müqəddəs ruhdan lütflənməsi münasibəti ilə keçirilirdi. Bayram münasibəti ilə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki Quranı çıxarır və bir kənarda duraraq Məryəm surəsini avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışmayacağı üçün hətta mitropolit Aleksey də mane olmur. Beləcə bir tərəfdə yepiskop yoğun səslə İncildən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla Quran surəsini oxuyur. Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri qara daşlar yığılır. İlk 3 günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur. 1371-ci ilin iyun ayının 22-sində içkili vaxtı bir Kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək Əliş bəyin başını bədənindən ayırır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Balakolamsk yolunun başlanğıcında, soldakı meşə talasından böyük sənətkarımızın qayıtma vida məclisi zamanı baş verir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olub. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlinin elə oradaca dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da bu itkiyə dözməyib, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdi. Əliş Kərəmli Sovet yazıçısı Sergey Borodinin 1941-ci ildə qələmə aldığı Dmitri Donskoy tarixi romanında əsas personajlardan biri olub. O romanda 14-cü əsrin sonunda Moskva Kremlinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən Şamaxılı memar inşaatçı kimi təsvir edilir. Azərbaycanda Əliş Kərəmli mövzusu ilk dəfə Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilib.